Qubalı döyüşçü Şahnur Mehdiyev Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Jiu-Jitsu idman növü üzrə AJP beynəlxalq turnirində uğurlu çıxışı ilə fərqlənib. 77 kiloqram çəki dərəcəsində yarışan Şahnur Mehdiyev ilk mərhələdə Türkiyəli rəqibinə qalib gəlib. Gürcü və Qazaq idmançılar üzərində qazandığı ardıcıl qələbələrdən sonra isə final mərhələsinə yüksəlib. Gərgin keçən final döyüşündə Amerikalı idmançıya məğlub olaraq turnirin gümüş medalına sahib çıxıb. Bu mənim 12-ci beynəlxalq yarışımdır. İkinci yerə çıxmağıma baxmayaraq mübarizə ilə məşq edirəm və qarşıda dünya çempionatı məni gözləyir. İnşallah orada böyük bir qələbə ilə gələrəm, çempion olaram inşallah, vətənə qızıl medalını qaytaram. Beynəlxalq turnirdə gümüş medal qazanan idmançımız böyüdüyü Qubada idmançılar və ictimaiyyət nümayəndələri tərəfindən hərarətlə qarşılanıb. Qarşılanmadan sonra Şahnur Mehdiyev maşın karvanının müşayiəti ilə doğulduğu Qırmızı qəsəbəyə yola salınıb. Biz də öz növbəmizdə idmançımıza gələcək yarışlarda uğurlar diləyirik. Çingiz Qərdimli üçün Şuşalı Qafqaz TV üçün.